Rəhman və Rəhim olan Uca Allahın adıyla. Əziz və dəyərli dostlar, hər birinizi Uca Allahın salamı ilə salamlayıram. Biz şəhidlər xiyabanına gəlmişik. Bura artıq bir müqəddəs ziyarətgaha çevrilibdir. Hər dəfə deyirik, insan boşluğunu nə iləsə tamamlamalıdır. İnsanın necə maddi ehtiyacları var və eyni zamanda da mənəvi boşluqları olur ki, o boşluqları bəzən Qur'an oxumaqla, bəzən həccə getməklə, bəzən ümrə ziyarət etməklə, bəzən namaz qılmaqla boşluqları doldurmağa çalışır və eyni zamanda da biz o boşluqlarımızı bu müqəddəs məkana gələrək, əziz şəhidlərimizi ziyarət edərək, əziz şəhidlərimizin atalarını, analarını ziyarət edərək o boşluğumuzu hardasa doldurmağa çalışırıq və eyni zamanda da onların da o yaralarına, dərdlərinə müəyyən qədər təsəlli olmağa çalışırıq. Biz artıq zəfərimizin 5-ci ilini qeyd edirik. Məğlub olmaq çox böyük utancaqlıqdır, amma qalib olmaq, işğal altında olan torpaqlarını azad etmək böyük bir sevincdir, böyük bir qururdur. Millət olaraq, xalq olaraq, dövlət olaraq bayrağımız bayraqlar içərisində əzəmətlə dalğalanır. Dövlətimiz dövlətlər içərisində qüdrətli və əzəmətli görsənir. Ölkə başçısı digər ölkə başçılarının içərisində sözü ötkün olur, duruşuğu, qaməti daha dik olur ki, bu uca qaməti, bu şərəfi, bu ləyaqəti, bu zəfəri bizə qazandıran bizim burada olan şəhidlərimizdir. Bizim Azərbaycanımızın ərazi bütövlüyü uğrunda Azərbaycanımızın bütün rayonlarında olan şəhidlərimizdir. Bir milləti Allah sevirsə, o millətə şəhidlər verər. Bir milləti Allah sevirsə, o millətə zəfər verər, o millətə fətihlər nəsib eləyər. Həqiqətən də biz bu dünyanın fani bir yer olduğunu bilirik. Əbədiyyət yurdu olan axirət həyatıdır. Və inanırıq ki, biz axirətdə Allahın huzuruna gedərkən necə əsrlər bundan öncə yüz minlərlə Azərbaycanımızın şəhidləri olubdur və 90-cı illərdən bu tərəfə 30 minə yaxın bizim şəhidimiz var. Bu o deməkdir ki, bizim cənnətdə Azərbaycan olaraq nümayəndələrimiz var. Bizim cənnətdə qarşılayan insanlarımız var. Düşünün ki, hər bir şəhid 70 nəfər öz yaxınından, qohumlarından, əzizlərindən, dostlarından insanlara şəfaət etmə haqqına sahib olar. Bu o deməkdir ki, bizim Azərbaycanımızdan milyonlarla cənnətə girəcək insanlarımız olacaqdır. Və biz dediyimiz kimi, həyat buradan ibarət deyil. Bəzən insana ağır olur, bəzən acı olur. Amma düşünəndə ki, bu fani dünyanın əbədi həyat var, əbədi tərəfi var ki, o axirət həyatıdır və o axirət həyatında ümidvarıq ki, bizi qarşılayacaq əziz şəhidlərimiz olacaq. O şəhid atalarının, analarının başlarına tanınsınlar deyə taclar qoyular ki, bunlar şəhid atalardır, şəhid analardır. Şəhidlərimizin axan mübarək qanlarından cənnətdə onların üzərlərinə müşkəmbər ətirləri vururlar. Bu baxımdan Uca Rəbbimiz bizi sevib ki, bu milləti sevib ki, bu xalqı sevib ki, bu insanları sevib ki, onların evlərindən o qurbanları alıb, bu millətdən bu qurbanları alıb və bizə o qurbanların sayəsində bir zəfər nəsib etdik. Zəfər bayramınız mübarək olsun. Rəbbim millətimizi, xalqımızı, dövlətimizi, vətənimizi qorusun.